Ana, 115 yaşın var. Özünü necə hiss eləyirsən? Belə də elə ki, mən də eləyirəm. Yaxşı eləyirəm, çox da pis deyil. Ora bax, mənə baxma. Elə də pis deyil. Hələlik fırlanıram. O gəldi də müqavilədən sağlarına, mən axşama axsaqqalsın, kənd axsaqqalında yaşayır. Ana, 115 yaşın var. Özünü necə hiss eləyirsən? Belə də elə ki, mən də eləyirəm. Yaxşı eləyirəm, çox da pis deyil. Ora bax, mənə baxma. Elə də pis deyil. Hələlik fırlanıram. Şükür. Əvvəllər ana işləyəndə nə çətinliklərin olub, bağlardan danış. Çox olub, çətinliklərim çox olub. Özü körəlmə. Danış. Nətər işləmişsən? Kolxozda işləmişəm, həyatımda işləmişəm, çox çalışmışam. Çalışmağıma söz yoxdur. Ancaq nəsə belə başımdadır, bilmirəm, necədir, bilmirəm. Olur da ağrığım olub, ağrığım da olub. Özümü də öylədim, çox olub. 8 o uşağım var, incə bir saatlıqda 6 dənə qızım burada var, yanımda hamısı, 6 qızımın. Ondan 8 uşaqdan 2 dəqiqə oğlandı, biri əvvəldən, biri də axırıncı oğlum, Muxtar. 2 dəqiqə oğlum, 8 uşağın anasıyam. Bu yerə gəlmişəm, özümün də 115 yaşım var. Özümü də bu yerə gəlmişəmsə, hələ ki yaxşıyam, pis deyirəm. Allahımdan razıyam. Balalarım yaxşı baxıb. Mənim atamla necə tanışdığın olub, ondan da danış. Atamla. Atayla yap-yaxşı, valla. Atayla yap-yaxşı. Gündürlük keçirmişəm belə irazi. Yaxşı kişiydi, pis kişi də öyrədi. Yaxşı, nə deyirdi, onunla gedirdi. O nə deyirdi, mən onunla gedirdim. Nə deyirdi, eləyirdim. Yaxşı yaşamışıq. Biz havamız, dögülməyimiz, sögülməyimiz, qabaq çox döylərdi qədimidə arvadları. Gözü qara, üzü qara, işte görürdü gəldi. Döyülüyor, bir gecə bu ki arvada. Hələ şeylərimiz olmayıb bizdə. Yaxşı ölmüşük, yaxşı yaşamışıq. Belə də olub. Ana, atamla bir yerdə işləmişsən də, ondan da danış, ora baxanca mənə. Atayla işləmişəm. İstəyirdik, şumlayırdık, yedirdik. Sabahla cüv çəkədik bura. İskəndər dedi adı. Qıyya gedirdi o başa, deyirdim, gülürdüm, deyirdim, getdi, çatdı deyə o başa. Deyir, qırılan qoşundandır deyərlər, qadimidə elə deyirlərdi. Qırılan qoşundandır. Ged üstündən gedir, nəyənək? Bu səfər oranı istəyəndə tez çatacaq. Deyəcəksən, bay, deyəcəm, gördün, qırılan qoşundandır. Gör, nə qədər gəlir görələk. Belə günlərlə keçirdik, işləmişik, tikmişik, yığmışıq. Axır günümüzdə budur. Şükür, gənə şükür Allaha, şükür.
Gene şükür. Öldü, götürdü yerden. Oğlu, o birisi balacıydı, biri Bilal yaxşıydı. Götürdü yerden. Dedim ben öleceğim, Bilal'ı götürecek. Gene de Bilal'ın yanında olurum. Ondan arayayım o bursuyla. O da komşudu bu da. Üzü komşudular Şigarı'da. Yaşıyorlar. Allah yaşadır. Özleri yok. Allah yaşadır. Allah. Yeməyin, içməyin necədir? Nə tərəfdə? Özümün yeməyim, içməyim yaxşıdır. Əla gedirəm. Nə istəyirəm onu pişirirlər, yeyirəm. Nə istəyirəm. Yavan yeməkdən yox. Yox. Hacı oradan ye. Ha bir gün qatıqla ye. Qatığı yavan alıram, özüm içirəm. Deyirəm, qatığın xeyri var mənə. Qatıq içəndə rahat yatıram. Gecə qatıq içib yatıram, onda rahat yatıram. Deyirəm, ay bala gecədən gecə mənə bir fincan qatıq verin, içib yatım. Vardı Allah'a şükür. Qatığımız yox idi. Sağ olsun bu kızımı. Bu gətirirdim, bu içirdim. Allah'a şükür var, doğub yeyirəm. Tolla yeyirəm. Doğasın doğa. Qatığın qatıq. Sinəmin biri də doğacaq Allah qoşaq. Kızımın borcundan çıxacaq. Deyirəm ki, gülünü yeni öz asılsın, sərdən oturanlar. Deyirəm, danışmırsınız, danışın gülündən. Güney xanım əməliyyat edir. Baxtıcı düşünün qamadədir, bir yerdə köküzdədir, Bakıdadır, o da o gətirərmir. Bakıda nəvələri gəlmir də. Bir də kökü. Yox, Nəsibə. 80 yaşım var. Zəhmət çəkib eləncikdə, alağa gedib, pamığa gedib. Məsələn, qalxozda çox işləyib. Əziyyətlə saxlayıblar, bizi böyüdüb də, öyləyib. İndi Allaha şükür, oğlu da ki, şükür Allaha, yaxşı baxır, yaxşı saxlayır. İstəyir ailəsi, istəyir özü. Allah ömür versin. Yap qəşəkdir. İndi qəşəkdir. O vaxtı olub. Çətinliklər olub. Nəhmədova Aqilə. Aqilə xanım, bax, neçə ildir burada gəlin köçmüşsünüz, bu qaynananla necə yola gəlmişsiniz, necədir? 66 yaşım var. 45 ildir də bu gün gəliniyəm. Bibimdir həmi. Belə də əzabla, əziyyətlə dolanmış o da. Kömək eləmişəm balalarına, qızlarına. Hamısını evləndirmişik, yer eləmişik. Yəni, siz öz qızından ayrı eləmiyik? Yox, mənə yaxşı baxıb, qardaşı qızıyam. Yaxşı baxıb mənədir, mən də ona yaxşı baxmışam. İndi də yaxşı baxıram. Təmizliyin hamısını, palın-paltarın hamısını özüm eləyirəm. Yeməyin də kiçik gəlin eləyir, nəvəsi. Mən də belə də, mən də 4 balam var. İkisi rəhmətə gedib, ikisi yaşayır. Belədir. Qaysın falan yox. Balığa qədər yiyir. Satrovka eləyir özü balığı, sümüyün falan. Odur. Nəhmədov Bilal İskəndəroğlu. Ağlım söz kəsəndən sonra mən anama çox yaxşı baxmışam. Çox yaxşı. Hesab eləyən ki, evimdə mən nə yeyirəmsə, onun üçün də həmən yeməkdən, ondan da biraz yüksək, üstün tutub ona çayın vaxtında, bilirsən, başları qarşı olur da, ev işidir. Misal üçün, mən özüm bir iskan çay süzürəm, gətirib qoyuram qabağıma filan, yəni belənçinə. Elə onun bir də sağ olu, Allah köməyin olsun deməyə mənə bəs eləyirdi. Mən misal yadıma gəlmişdi, biz neçə də yurtlar dəyişib, gəlib burada məskün salmışıq. Buna mənə əziyyətini görmüşəm ki, and olsun Allaha, yoldaşı ilə istəyirəm atamla bir yerdə nələr, nə əziyyətlər çəkiblər. Yəni, o da bizim bu yerə gəlib çıxmağımız üçün çalışırlarmış da. Çox yaxşı, mən yəni ki, belə də Allahımla razıyam. Yaxşı bizi bəsləyib, saxlayıblar.
Bu yerə gəlmişik, yenə də min şükür yaxşıdır. Mən də indi yenə də buna yaxşı baxmalıyam da. Nə qədər ki Allah ömür verir, mən ona yenə də ömür arzulayıram, bir də yaxşı da baxacağam. Nəhmədova Pəri, 7-də oxuyuram, 12 yaşım var. Nənəmi çox istəyirəm, nənəmin qulluğunda dayanıram. Nə istəyir, onu da eləyirəm, yeməyin, içməyin verirəm. Yatmağa gedəndə də aparıram, üstünü örtürəm, işığı söndürüb gəlirəm. Məktəbdən gələndə də çay istəyir, su istəyir, verirəm. Nənəmi çox istəyirəm, o da məni çox istəyir. Nənəmin adını daşıyıram. Sarı bölge, dağlar üstüne O kişi çox işlər vermişdir. O vaxtı gələcək ki, artıq yoxdur belə. Olsun belə. Gəlin, kesin, bunu da kesin. O toxunma işinə baxırdı, o belə zəhri ilə filan. Denə, tutun da, başa sal ona. Gəlin, ne oldu? Nədə, anı mı? Yavaş.